Salam, dəyərli valideynlər, əziz şagirdlər, hər vaxtınız xeyir. Hər gün olduğu kimi çalışacağam. YouTube-da izahlar paylaşam, testi izahları verəm, əsas mövzular, əsas testləri də üzərindən izahlar verəm. Bu gün də oxuyub anlama, dinləmə mətnləri olan birinci siniflərimiz üçün. Bilirik də, bütün siniflər sinifindən asılı olmayaraq, bütün siniflərdə oxuyub anlamanın inkişafı vacibdir. Birinci siniflərimiz üçün də ən gözəl seçib axtarıb tapmışam. Oxuyub anlama və dinləmə kitabı olan Çinar yayımlarının nəzdində olan oxuyub anlama mətnlərindən bu gün işləyəcəyik. Vaxtımız olduğu qədər. Əsasən mətn bilirik də. Mətnlər bədi mətn, informativ mətn olur. Sadəcə biz hələ birinci sinifdə bir o qədər dərinliyinə varmadan öyrənirik. Baxaq, deyir, mətnə uyğun başlıq tapılması. Yəni, mətnə uyğun ad verilməsi, daha doğrusu mətnə ad vermək. Oxuyacağıq, o mətnin məzmununa uyğun olaraq biz ona başlıq ad verəcəyik. Baxaq. Deyir, mənim ailəm 4 nəfərdən ibarətdir. Atam, anam, bacım və mən. Atam uşaq həkimi, anam isə müəllimdir. Bacım 6-cı sinifdə oxuyur. Mənim isə 10 yaşım var. Mətnə ən uyğun başlıq hansıdır? Birinci baxmadan özümüz mətnə başlıq verək. Ailədən danışılır burada, ailədən. Balaca bacım sadəcə burada bacısından danışmır, ailəsindən, anasından, atasının peşəsindən də danışır. Yəni, ümumi məlumat verilir burada. Mənim atam təkcə atasından danışmır, eyni zamanda orada anası haqqında da məlumat verir. Ona görə C bəndi daha uyğun olacaq mənim ailəm. Yəni, ad veririk. Mətnin məzmununu, ümumi məzmununu əks etdirən bir ad qoyuruq. Keçək ikinci sualımıza. Deyir, əsl dost dostunun səhvindən inciməməlidir. Ona səhvlərini izah etməli, hər zaman yanında olmalıdır. Dostundan üz çevirməməli, çətin günündə ona kömək etməlidir. Mətnə uyğun başlıq hansıdır? Səhvlərimiz, sonra B bəndi əsl dost, küsəyən insanlar C bəndi. Hansı uyğun olar? Çünki burada dostluqdan danışılır. Məzmunu dostluqdur, biz ona uyğun ad qoymalıyıq. Ad başlıq seçməliyik, ona görə B bəndi burada daha uyğundur. Baxaq üçüncü sualımıza. Vaxtında yatmaq, düzgün qidalanmaq çox vacibdir. Əgər biz lazımı qədər yatmasaq, bu zaman yorğun olarıq. Buna görə də axşam vaxtında yatıb, səhər vaxtında oyanmaq lazımdır. Bu bizim sağlam və gümrah edir. Mətnə ən uyğun başlıq hansıdır? Sağlam insanlar, düzgün yuxu rejimi, sağlam qidalanmağın yolları. Burada nədir? Düzgün yuxu rejimindən danışır. Yəni, vaxtında yatıb, vaxtında oyanmaq lazımdır. Ona görə olur doğru cavabımız B bəndi. Keçək 4-cü sualımıza. Şəklə əsasən ən uyğun başlıq hansıdır? Sağlam olmağın yolları, oyun oynayan uşaqlar, idman edən uşaqlar. Baxırıq, deməli, burada uşaqlar nə edir? İdman edir, müxtəlif hərəkətlər edir. Deməli, idman edən uşaqlar versək daha məqsədə uyğun olar. Sonra 5-ci sualımıza baxaq. Həyatda yaşadığın çətinliklərə baxmayaraq həmişə güclü olmaq lazımdır. Çünki insan nə qədər güclü olsa, hər şey o qədər yaxşı olur. Güclü insanlar hər şeyin öhdəsindən gəlməyi daha yaxşı bacarır. Mətnə ən uyğun başlıq hansıdır? Zəif insanlar, asan həyat, güclü insanlar. Əlbəttə ki, burada güclü insanlardan danışılır. Deyir, insan güclü olmalıdır, bəli. Ona görə də güclü insanlar olar mətnimizin adı. 6-cı sualımıza baxaq. Babamgilin kəndi çox gözəldir. Bu il yay tətilində biz onlara getdik. Kəndin təbiəti mənim çox xoşuma gəldi. Orada yay tətilim çox əyləncəli keçdi. Deməli, burada ən uyğun başlıq hansı olar? Yay tətili, təbiət, kənd həyatı. Əlbəttə ki, nə olacaq burada? Yay tətili. Yay tətili olacaq, çünki yay tətilində hadisələr yay tətilində baş verir. Və yay tətilinin sonunda yenə də əyləncəli keçdiyini qeyd edir. Bəli, yay tətili olacaq burada. Sonra 7-ci sualımıza baxaq. Çiyələk gülçiçəklilər fəsiləsinə aid çoxillik ot bitkisidir. Azərbaycanda 4 növ var. Çiyələyin həm meyvəsi, həm də yarpağı çox faydalıdır. Onun tərkibində orqanizmimiz üçün faydalı olan qlükoza, C vitamini, dəmir duzları və sair var. Deməli, çiyələkdən danışır burada. Mətnə ən uyğun başlıq hansıdır? Vitamin, gül çiçəklilər fəsiləsi, çiyələyin faydaları.
Deməli, əlbəttə ki, buradan çiyələyin faydalarından danışır. Meyvənisinin, eləcə də yarpağının çox faydası olduğunu qeyd edir. Hansı vitaminlərin olmasını qeyd edir. Bəli, burada çiyələyin faydalarından bizə danışır. Ona görə çiyələyin faydaları. Ümumi olaraq vitaminlərdən burada danışmır. Ayrı-ayrılıqda. Ona görə vitaminlər olmaz. Sadəcə çiyələyin tərkibində olan vitaminlərdən danışır. Ona görə C bəndi daha uyğundur. Biz oradan, ola bilsin ki, bütün variantlar uyğun gəlsin, amma ən uyğunu seçirik. Ona görə C bəndi. Səhər Ramilə ilə parka gedirdim. O dayanacaqda yatan pişiyi qovmaq istədi. Mən tez ona mane oldum. Ona başa saldım ki, heyvanları incitmək yox, onları qorumaq lazımdır. Mətnə ən uyğun başlıq hansıdır? Heyvanlara qayğı, Ramilənin yaxşılığı, heyvanların həyatı. Heyvanlara qayğı burada daha yaxındır. Variantlardan daha yaxın bizə olan heyvanlara qayğıdır. Çox sağ olun dinlədiyinizə görə inşallah yenidən digər başlıqlar altında da bu kitabdan izahlar verməyə çalışacağım. Çox sağ olun, minnətdaram. Bizi izləməyi unutmayın. Kanalımıza abunə olun ki, bu kanalda paylaşılan bütün materiallardan xəbərdar olasınız. Çox sağ olun, minnətdaram dinlədiyinizə görə.